mən bunu qoyum, bunu danışım. Buyurun, buyurun. Mən şanslı bir musiqiçiyəmmiş. İndi fikirləşirəm, yaşlanmışam da. Doğrudan da mən kimlər görmüşəm. Bəs indiki gənclər kimləri görür, kimlərdən dərs alır? Bizim dünyasını dəyişən o sənətkarlarımızı bir çoxları heç tanımır, heç marağında da deyirlər ki, tanısınlar. Görək filan musiqini Rəşid Behbudov necə oxumuşdu, Şövkət xanım necə oxumuşdu. İndi improvizə eləyirlər qəribə-qəribə notlarla, qəribə-qəribə latlar. Özü istədiyi kimi. Özü istədiyi kimi. Bəli. Olarmı? Mən belə istəyirəm hər hansı bir addım atmaq. İndi mən deyim Zamirə xanım, olmaz əslinə qalanda. Ancaq zövqlə onu oxuyanda, zövqlə onu çox çalarlar eləməməklə, bir balaca melizm elədi, bəsit. Özünün istəyi kimi olar. Aranjmanları bəyənirsiniz, bugün olan aranjmanları, o bizim köhnə mahnıları yeni aranjmanda təqdim eləyirlər. Bəyəndikləriniz varmı içində? Yox. Yoxdur.